Bu video yalnızca bilgilendirme ve eğitim amacıyla hazırlanmıştır. Videoda gösterilen tüm içerikler yasal ve güvenilir kaynaklardan elde edilmiştir. Amacımız izleyicilere doğru ve güvenilir bilgiler sunmaktır. Salam əziz dostlar və kanalımızın izləyiciləri, bu gündən mən sizə yepyeni bir videodan sizlərin qarşınızdayım. Əziz dostlar, bu gündən sizlərə möhtəşəm bir proqram təqdim edəcəm. Həm Azərbaycan kanallarına, həm Rus kanallarına, həm Türk kanallarına baxa biləcəyiniz proqramdır, həm də filmlərə. Deməli, proqramı yükləməmişdən əvvəl zəhmət olmasa kanalımıza like qoyub və yorumları yazmağı unutmayın. Çünki bu vaxt saatlarla videonu çəkməyə əziyyət çəkirik. Sizlərin bir like qoymağınız bizlərdən ötürü çox böyük bir şeydir, əziz izləyicilər. Və videomuzu sonacan izləyin, başa düşmək üçün. Əziz dostlar, bu televizor, yəni Samsung və LG proqramı deyil. Zəhmət olmasa LG və Samsung insanları, yəni televizor işlədən şəxslər bunu bizlərə sual verməsin. Sadəcə TV Box və Android televizor olan, lisenziyalı televizor olan insanlar bizlərə belə şeylərdə müraciət eləsin. Rahat şəkildə işlədə biləcəyiniz bir proqramdır. Həm film, həm kanallar, İnat TV kimi şeydir, yəni İnat TV Box kimidir, amma ondan daha üstün bir proqramdır, əziz izləyicilər. Deməli, ilk öncə nə edirik? İlk öncə iki dənə proqramlar var, onları yükləməlisiniz, əziz izləyicilər. Birbaşa Google Chrome'dan bunu yükləməyin. Hər hansı bir proqramı nəzərinizə çatdırım. Ümumiyyətcə, Google Play-dən kənardan yüklənən bir proqramı yükləmək istəyirsinizsə, onun rəsmi veb saytından yükləyin və rəsmi veb saytından yüklədikdən sonra əgər proqramda, tarayıcıda mobil telefonuna yükləmək istəyənlər varsa bunu, mobil telefonuna, yəni güvəndiyiniz antivirus proqramından, tarayıcıdan keçməyinizi sizlərə tövsiyə edirəm. Və burada yorumlarda hər hansı bir probleminiz olarsa, lütfən, xahiş edirəm, yorumlar şəklində bildirin, WhatsApp şəklində yox. Əgər və proqramı güncəl tutmağa tövsiyə edirəm, güncəl tutmazsanız kanal hissəsi sizlərə düzgün şəkildə işləməyəcək, donacaqdır və problem yaradacaqdır. Deməli, ilk öncə search bölümündən, bu Downloader proqramını yüklüyorsunuz. Görməyən insanlar üçün deyirəm, Downloader sözünü yazırsınız və belə bir proqramdır. Burada bu proqramı öz TV Box aparatınıza və televizorunuza yükləyirsiniz. Yüklədikdən sonra diqqətli şəkildə baxın, zəhmət olmasa. Yüklədikdən sonra əziz izləyicilər, burada əziz dostlar, bu kodu buraya yazdıqdan sonra bunu yazmalısınız ki, siz də həmin bu FlixVision'ın ən son versiyasını yükləyəsiniz. Deməli, 50 56 501 501 80 səhv eləməmsə belə olmalıdır. Bircə dəqiqə. Deməli, 56 501 80. Qo sözünü deyirsiniz və artıq bu proqramı 4 saniyə, 3 saniyədən sonra, 5 saniyədən sonra özü sizləri birbaşa yükləyəcəkdir. Son versiyasını. Kod verəcəm mən sizlərə. Və ok knopkasını basırsınız. Bu hissəyə deməli, bu verdiyim kodu birbaşa yazmalısınız. Yenə də deyirəm, bunun güncəl versiyasını yazmalısınız ki, siz özünü basırıq. Diqqətli şəkildə baxın. 5 saniyə, 3 saniyə, 2 saniyə və 1 saniyə artıq proqram yüklənəcəkdir. Diqqətli şəkildə baxın. Yenə deyirəm, 48 megabaytlıq bir proqramdır. Super şəkildə də işləyən bir proqramda, əziz izləyicilər, heç bir problem yoxdur. Və burada nəzərinizə, burada filmlər türk dilində rahat şəkildə, amma çoxu ingilis dilində də ola bilər. Amma içindən, altından, yəni dilləri dəyişdirə bilirsiniz, əziz izləyicilər. Mən o hissəni göstərə bilmirəm, bulur qoyuram, çünki YouTube politika qaydalarına uyğun şəkildə videolar hazırlayırıq. Onun üçün düzgün şəkildə videolarımız olmalıdır. Nəzərinizdə saxlayıram ki, bu video sadəcə
bilgiləndirmə məqsədi ilə heç bir problemli, heç bir qeyri-qanuni şey bizim kanalımızda paylaşılmır. Sadəcə eğitim məqsədi ilə videomuzu paylaşmışıq. Zəhmət olmasa diqqətli şəkildə izləyin. Hal-hazırda proqramımız yüklənir. Ümumiyyətcə, əziz dostlar, bu proqramı yüklədikdən sonra bunun versiyasını güncəlləyin. Çünki bunu güncəlləməsəz, bu biraz köhnə versiyadır. Güncəlləməsəz kanallar sizdə açılmayacaqdır. Sizə də lazım olan sizə kanaldır. Kanallara baxmaq istəyirsinizsə, əsl bu sizdən ötürü bir proqramdır. Həm kanal, həm film, hamısı bir arada bir proqramdır. Çox xoşunuza gələcəkdir, ümid edirəm. Baxdıqdan sonra yorumlarda da bir dənə çox sağ ol sözünü yazarsınız. Və əgər bundan qabaqki bir videomuzu X96G və 8K-lıq aparatımızı VS formatının qarşılaşdırmasını izləməyibsinizsə, burada i butonuna qoyacam. Zəhmət olmasa o kanalımızı, o videomuzu da izləyin və altdan yorum yazmağı yaddan çıxartmayın. Bizim bu kanalımız sadəcə kanal şey deyil. Paylaşmırıq. Bizim bu kanalımızda bütün ətraflı məlumatlar veriləcəkdir. Yəni, xoşu gəlməyən insanlar varsa, danışığımızdan bir nəfər yazmışdı ki, vaxtınızı boşa sərf elədiniz, yəni səni izləyə bilmirik, vaxtımız gedir, nə bilim, nə, belə. Elə insanlar varsa, yəni Kataqaski kanalımızdan abunəlikdən birbaşa çıxsın. Çünki elə bir insanlar bizim kanalımızda yeri yoxdur. Və elə bir insanı da görən kimi mən özüm bloklayıram. Yəni, bunu da deyim. Aparat gəldi və install sözünü deyirik. Diqqətli şəkildə baxın. Installing deyir və artıq open sözünü basırsınız. Belə bir logodan sizlərin qarşınıza çıxır. Bu hissəni mən sizlərə göstərə bilmirəm. Çox təəssüflər olsun ki. Və burada deyir ki, xahiş olunur ki, şeyləyin, güncəlləyin. Go it eləyirsiniz və buradan ala sözünü basırsınız. Əziz izləyicilər, burada həm film, həm kanallara, həm bütün istədiyiniz hər şey burada var. Yəni, çox rahat şəkildə də izləyə bilirsiniz. İndi zəhmət olmasa diqqət şəkildə bir dənə yüngül var, bir dənə şey açım. Bir dəqiqə mən səhv elədim. Burada məsələn, bir dənə geri çıxım. Buradan bunun üzərinə basın və artıq burada gələn bütün hər şeyi rahatlıq şəkildə izləyə bilərsiniz. Məsələn, 2025-ci ildən bir dənə şey və dilini necə dəyişəcəyik, onu sizlərə göstərəcəm. Bu sezondan olan bir şeydir. Play və artıq burada özü sizə gəlir. Hansı dildə seçənəyiniz burada var, hamısı. Diqqətli şəkildə. Amma çoxu, yəni ingilis dilindədir. Yenə bərbaşdan sizlərə deyim. Çoxu ingilis dilindədir. Məsələn, bu sezon sizlərə göstərir, əziz izləyicilər. Nəsə səhvlik oldu. Gözəl insanlar, sağ provkanı basırsınız bu hissəni. Basdıqdan sonra gəlirsiniz burada Live TV sözünün üzərinə. Burada artıq bütün kanalların hamısı mövcuddur. Başda axtara bilərsiniz search bölümündən. Azərbaycan, Rus, Türkiyə də var. Məsələn, Rusiya sözünü yazırıq. Yenə də deyirəm, bu sadəcə bilgiləndirmə məqsədindən çəkilmiş bir videodur. Burada olan bütün videolar çox güman ki, blurlu olacaqdır. Çox güman yox, 100%. Blurlu olacaqdır. Blur olanların da səbəbi bəzi insanlar sual verir ki, niyə blur qoysan? Əziz izləyicilər, çünki icazə yoxdur. Rusiyanın sözünün üzərinə gəlirik. Çatından artıq 189 danadır. Kanal 12-nin üzərinə basırıq. İndi bu hissəni mən sizə blur göstərəcəm. Çıxıb bütün kanallara rahatlıq şəkildə baxa bilərsiniz, əziz izləyicilər. Çox super şəkildə işləyir.